Prebiotik nədir? Probiotik nədir? Bunlar biraz fərqlidir, amma bir-birinə kömək eləyirlər. Probiotiklər canlı mikroorqanizmlərdir, faydalı. Hansı ki, biz onu qatıqdır, kefirdir və süd turşulu məhsullardır. Bir çox pendir növlərində var. Bunları qəbul edirik və daxil olanda artıq bağırsaqlarımızda fəaliyyət göstərib bizim immun sistemimizi yaxşılaşdırır. Amma prebiotiklər var sarımsaqda, soğanda, arpada, yulafda, çovdarda, pırasada. Bunlar probiotiklərin içindəki o faydalı mikrobların yaşaması üçün mühit yaradır. Onlara qida maddələri verir, onlar üçün şərait yaradır ki, həmin mikroorqanizmlər, faydalı mikroorqanizmlər fəaliyyət göstərə bilsinlər bizim orqanizmimizdə. Ona görə də elə məsələn qatığın içində sarımsaq olanda daha da faydalıdır. Ona görə də məsələn biz həm qatıq, yoğurt, kefir kimi, pendir kimi süd turşulu məhsullardan istifadə eləyəndə, həm də soğan, sarımsaq, pırasa, yulaf, çovdar, arpa kimi digər prebiotikləri də onlarla yanaşı istifadə eləyəndə faydasını görürük.